Salam herkese, salam dostlar. Ben bugün bir kısa ve etraflı bir videonu paylaşmak istedim. Önceden diyeyim ki blogger değilim, tur operatoru değilim. Sadece burada dincəlirəm 2 gündür ve size bu otel hakkında bir məlumat vermek istedim ki, özüm de gələndə maraqlı oldu ki, bu otelin rəyləri necədir. Adətən %70'i Booking'də yazmışdı ki, yaxşıdır, %30'u pis. 30'u fikirləşirdim nədir pis, amma mən görmədim. İndi bir daha bir yerdə baxalım ki, gələn insanlara maraqlı olsun. Hər kəs axtaran kimi mən də axtarmışam necədir, nətərdir və ondan sonra buranı seçmişəm. Ve biz bildiğimiz kimi tur operatorlar tez-tez bu oteli təqdim edirlər və əsasən biz seçdiyimiz bu otel nəyə görə oldu? 2+2'dir. 2 böyük, 2 uşaq. Bu əsas binadır. Mən sizə göstərdiyim kimi. Gördüğünüz kimi. Koya yaxınlaşan kimi ən üstün cəhət o idi ki, burada qarşıda sərin bir limonat içkilər qoyulmuşdu ki, insan istidə gələndə burada darıxmasın. Əsas binada da bar var. Hər yerdə hər şey pulsuzdur, hər şey daxil proqramı ilə. Demək olar ki, resepsiyonda 10-15 dəqiqə gözlədik daxil olan zaman və əsas binanı biz keçdik və daxil oluruq otelin həyətinə. Buradan gedəndə görürük ki, balaca belə bir bunqal evlərdir, belə bir 2 mərtəbəli kotec deyək və davam edirik. Sizə qabaqcadan deyim ki, gələndə çalışın uşaqla olanda əsas binanı seçməyin. Basen, yemək zonası, əyləncə zonası hamısı qarşıdadır. Buradan oraya getmək təxminən 300-400 metrdir. Ümumiyyətlə otelin sahəsi o qədər balaca deyil. Deyərdim hətta böyükdür. Təxmini 1 kilometr olar. 1 kilometr düzünə getsək olar. Ətrafına da təxmini bir 700-800 metr, 500 metr təxmini. Və belə davam edirik. Davam edəndə bütün bu 2 mərtəbəli kotejlərin arxasında biz şəxsi basenlər görürük. Mən sizə təxmini birini göstərim. Siz biləsiniz. Kimsə əsas bina, əsas basenlə hovuza getmək istəmirsə, bu basenlə də yararlana bilər. Burada sadəcə nəyi üstündür bu basenlərin? Hündürlüyü 1.20'dir. İndi göstərərəm baseni. Və ilk girişdə bizi qarşılayan əyləncə mərkəzi bu Duja Moje uşaq oyun salonudur. İçərisinə getmirəm. Daha siz özünüz də hər yerdə görə bilərsiniz. Əyləncə mərkəzidir. Uşaqlar maraqlı bir əyləncə mərkəzidir. Sonra biz yaxınlaşırıq mən dediyim baseynə, hovuza. Hovuzun üstünlüyü nədədir? O qədər də böyük hovuz deyil, amma üstünlüyü ondadır ki, hündürlüyü 1.20'dir. 1.20 də o deməkdir ki, 1.50 olan adətən xanımlar bu hovuzu üstün tutur. Bir də orta yaşlı uşaqlar, 8-dən yuxarı 10-12 yaşlı uşaqların boyuna uyğun 1.20 hovuz. Bu çox yaxşı bir hovuzdur hündürlüyünə görə. Baxın, burada əsasən uşaqlar kimir və maraqlıdır. 1.20 və davam edək. Burada hər yerdə salat yerləri var, pəstiri var, şirniyyat yeri, hər yerdə bunlar ödənişsizdir, ancaq vaxtı var. Yaxşı olar ki, resepsiyondan girəndə özləri təqdim edirlər, siz də onu unutmayın. Belə bir qeyd vərəqəsidir, götürün ki, hər şeyin vaxtını biləsiniz. Vaxtı biləndə heç nəyi qaçırmırsınız, vaxtında yeyə bilirsiniz. Baxın, belə bir atraksiyondur. Burada uşaq atraksiyonudur, bu gördüyünüz. Hündürlüyünə baxmayaraq, əsasən burada 7-8-10 yaşlı uşaqlara kimi maraqlıdır. 10 yaşdan yuxarı maraqsızdır. Artıq onlar
belə bir atraksiyonlara gedirlər. İndi qarşıdan da göstərərəm. Davam edeyim. Davam edeyim. Uşaqlara çox maraqlıdır. Nəyə görə ki, uşaqlar burada çoxdur. Əyləncə mərkəzləri düzdür, uşaq otağıdır və bu atraksiyondur. Akvaparkdır. Başqa belə əyləncə yoxdur. Animasiyalar olur, uşaq şouları olur. Belə bir proqramlar və davam edirik. Sizə dediyim bu ikinci binadır. Mən özüm bu binada qalıram. Çox yaxşı ki, bu binanı bilmirdim. Təsadüfi bura bizi yerləşdirdilər. Bəlkə uşaqla olduğumuza görə. Bu binanın altında deməli yeməkdir. Yemək bufetdir. Çox rahatdır və davam edirik buraya. Burada da gördüyünüz kimi dediyim həmin hovuzdur. Uşaq hovuzu və nisbətən böyüklər üçün olan hovuz. 10 yaşından yuxarı uşaqlar hər kəs bundan istifadə edir. Və davam edirik. Bufete buradan daxil oluruq. İkinci binadır. Sizə görərəm uşaqların buradan istifadə olunsun. Sonra yaxınlaşırıq əsas hovuza. Əsas hovuzun böyründə, yanında balaca 30-40 sm hündürlüyündə 4-5 yaşlı uşaqlara maraqlı olandır. Maksimum 5 yaşdan 5-dən yuxarı inanmıram maraq olsun və əsas hovuz qarşıdakıdır. Amma onun hündürlüyü 1.50 olduğuna görə hər kəsə maraqlı olmur. Əsasən üzə bilməyən insanlar üçün 1.50, onun boyu 1.70 olmalıdır ki, ona maraqlı olsun. Və davam edək. Burada görürsünüz belə bir snack, zakusachni deyirlər, belə bir restoranlardır. Bunlar hər zaman demək olar günorta, axşam hər zaman işləyir. Əsasən uşaqlara maraqlandıran naqislərdir, kartoşka frillərdir, kalimarilərdir, pizzalardır, hər zaman var. Və buradan biraz qarşıya düşəndə biz burada dəniz gördük. Dəniz adətən rəylərdə görmüşdüm ki, Rus əhalisi adətən yazırdı ki, dəniz çox balacadır, çox maraqsızdır, uzanmağa yer yox, belə demişlər. Amma mən buradan biraz qarşıya getdim. Yəqin ki, xəbərləri yox idi. Mən sizə bu otelin əlavə dəniz hissəsini də göstərərəm. Orası çox maraqlıdır. Və davam edirəm həmin dənizə. Həmin dənizə davam edəndə sizə maraqlı bir çoxu yazır ki, Lijankalarda yer yoxdur. Hər zaman gəlirsən yer yoxdur. İnanın ki, 1-2 yer hər zaman tapmaq olur. Burada isə bu dənizlə hovuzun arasında olan Lijankalar hər zaman boşdur. İndi saat 6-dır. Hovuzun bağlanan vaxtıdır. Dəniz 7-yə qədər qapıları açıqdır. Ona görə tamamilə boşdur. Amma günortalar demək olar ki, 50% boş olur. Və sizə maraqlı bir şey də göstərim. Qarşıda davam edək. Çox maraqlı, çox təmiz bir oteldir. Servis deyərdim çox əladır, çox əla. Yerə bir şey düşən kimi dərhal onu hardan görüb gəlib görüb. Marojna düşdüyü yerə gəlib təmizləyirlər. Özləri nəzarət edirlər, tim liderlər deyək, üst təbəqə işçilər oteli gəzə-gəzə hər bir şeyə diqqət yetirirlər, hər bir nöqsanları arada qaldır. Baxın, belə bir nə deyək buna, bu Sibrizdə var, adətən belə bir şey görürsünüz. Sibrizdə bunlar reklam olmasın. 100 manatdır, mən bildiyim məlumata görə bəlkə daha bir yuxarıdır. Hər zaman da boşdur. Hər zaman boşdur. Kim nə vaxt istəsə gəlib burada yeməyi bufetdən də götürə bilər, gəlib otura bilər, sadəcə dinləyə də bilər. Hər şey burada ödənişə daxildir.
əlavə ödəniş yoxdur. Və baxın, sayı da yoxdur ki, deyəsən ki, məşğul olsun. Və belə bir yeri də var. Dəniz qırağında liman kimi. Əsasən zaqar almaq istəyənlər və ya dənizin qırağında uzanıb havasını almaq istəyənlər burada uzanırlar. Və davam edək. Mən Durca Didim'in dəniz tərəfinə gəlirəm ki, harada istirahət etmək olur. Deməli, biz davam edə burada nə görürük? Bu hovuzdur, bu mənim hovuzumdan binadır. Çox əlverişli bir yerdədir. Altında həm bufetidir, yeməkxanası, həm hovuzlar buradadır, həm gecələr burada amfiteatrda show proqramlar olur. Mən sizə göstərim. Belə bir show proqramlar burada olur amfiteatrda. Amfiteatrdan sonra isə mən sizə göstərim. Amfiteatr adətən bir show proqramı, uşaq şousu və ya hansısa bir show. Dünən məsəl üçün axşam burada bir akrobatlar şou göstərdi, musiqi altında, dans qrup deyək, nəsə belə bir qeyri-adi bir hərəkətlər, gimnastika, akrobatlıq. Bu onların şou proqram məkanıdır. Və belə ballar çoxdur. Hər bir dediyim atraksiyon deyək, hovuz deyək, amfiteatr deyək, hər birinin yanında belə bir ballar var. Ürəyiniz nə istəsə verilir. Və günorta radələrində belə bir mətbəx hissəsi də var. Burada vafli, şokoladla, karamella, meyvələrlə kim nəyini seçə bilər. Burada da dönər verilir. Saat 12-dən 16-ya qədər, indi saat 6-da keçib deyə hal-hazırda yoxdur və bu tafason bir şey verirlər, gözləmə dadı. Və davam edeyim. Bu otelin demək olar sonudur. Yaxınlaşırıq buraya. Qapı bağlanmayıbsa 7-yə qədər bu darvaza açıqdır ki, dənizə çıxa bilərlər. Xatırladım ki, iyun ayının 20-sidir hal-hazırda. Bodrum ayının 15-dən sonra gəlməyə daha məsləhətdir. Kimsə deyirdi, çox soyuqdur, çox soyuq. Yox, tam normaldır, tam normaldır. Baxın, belə bir katerlərdə onlar ödənişlidir. Amma artıq burada o göstərdiyim o Lijarkala olan yerdə Durca Didim'in ərazisidir və bu görürsünüz hamısı dəniz Durca Didim'indir. O tərəf yox, bu hissəyə qədər. Bu yarım hissəyə qədər o da dolmur. Boş yerlər hər zaman tapmaq olur. Rəylərdə yazırlar ki, dənizi yoxdur, çox balacadır. O arxada olan hissədə sizə göstərmişdim. Onu görüblər, bunu görməyiblər, çox güman ki. Çox rahat, dənizi nəyi yaxşıdır? Tərtəmiz. Antalya'da olanda hiss eləmişdim, orada gözü yandı, çox duzludur. Burada o dərəcədə duzlu deyil və dəniz hamar, düzlük gedir. Demək olar ki, hardasa 400 metr getmək, 400 metr, 300 metr getmək olur. Demək olar insan boyuna bərabər olur. Təhlükəli heç bir şey yoxdur. Baxın, bu da belə. Çox məsləhətli bir oteldir. Sizə deyim, o qədər bahalı da deyil, ucuz da deyil. Orta təbəqə üçün, orta qiymətlər üçün normaldır. Biz götürsək ki, 2 uşaqla daxil, 2 uşaq deyirlər ödənişsizdir. Çox əlverişlidir. Və bu da son. Çalışdım sizə qısa, yalnız ətraflı bir məlumat verim ki, özümə necə maraqlı olduğuna görə kimlərəsə də maraqlı ola bilər. Özüm də ilk dəfəyəm bu oteldə. Xatırladım ki, tur agent deyiləm. Ona görə özümü də və ya hansısa bir turu təqdim etmirəm. Buyurun, yararlanın. Əlavə nəsə qeyri-adi sualınız olsa, hər hansısa bir bu videodan qıraqda bir sual yaranıbsa, buyurun yaza bilərsiniz. Sağ olun, həmişə istirahətlərdə.